Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah Teala gelen günlerinizi hayrın beddellesin. İşlerinizi avan dilesin. Allah Teala Kerbela şehirlerine, İmam Hüseyin Aleyhisselam'ın, Ebu'l-Fazl Abbas Aleyhisselam'ın, Ali Ekber Aleyhisselam'ın hatirine, Peygamber hatirine, cemi Ehl-i Beyt hatirine bu muharibenin hata, bela ve şerlerinden bizleri hifz eylesin. Ülkeler arasında sülhü berqərar eylesin. İnşallah. İlerideki söhbətlərinin axırıncısında demiştim ki, inşallah Adem Aleyhisselamın ve onun evladları Qabil'in Habil'i öldürmesi söhbətini tamamlayandan sonra Allah'ın izniyle Ali Ekber'in meydana getməsindən yani söhbət edeceğim. Ama elə oldu ki, bu müharibə məsələsi ortaya düştü həqiqətən. Yani adamın ürəyi açılmır. Necə deyərlər, ancaq elə fikrimiz qalıb bu müharibə məsələlərində, ona görə söhbət də eləyə bilmədim. Amma indi daha Məhərrəmlik yaxınlaşır. Bugün qərara gəldim ki, bir-iki dənə söhbət eləyəm. Amma əvvəldə bir dənə məsələni istəyirəm, nəzərinizə çatdıram. Bir qədər elə bu müharibə ilə əlaqədar bəzi sözlərim var, onları sizə deyim Allahın izni ilə. Ondan sonra Ali Ekber Aleyhisselamın söhbətinə başlayaram. Yəni, əslində bəzən mən öz-özümə fikirləşirəm ki, bu böyüklüyündə ölkələrin başçıları, daha doğrusu aparıcıları, bir növ alimləri, yəni bunlar adi biz kimi insan deyil də, oxumuş, ziyalı insanlardır. Ona görə mən bunlara alim deyirəm. Bu qədər elm sahibləri olan şəxslər niyə əbədi həyatlarının cəhənnəm olmasını istəyirlər? Yəni insan nə edir, özü özünə edir. İnsan nə əksə onu biçəcək. Belə insanlar bilmirlər ki, səbəb olmasa nəticə olmaz. Bir dənə isyanı yerindən dəbərtməsən, öz-özünə yerindən dəbərməz. Bunlar bu aləmlərə niyə baxıb ibrət götürmürlər? Niyə anlamaq istəmirlər ki, bu aləmlərin sahibi var? Heç bir şey öz başına, öz-özünə yaranmaz. Və səbəbsiz bu aləmləri yaradan yaratmaz. Yani bu insanlar fəqət öz dünyalarını qazanmağa bir növ çalışırlar. Əbədi həyatları haqqında, cəhənnəm, cənnət, hesabat vermək haqqında bunlar fikirləşmirlər. Mən bu sözlərlə vaxtını çox uzatmaq istəmirəm. Yəni demək istəyirəm ki, ağıllı insan o dünyasını da bir fikirləşər və cəza gününə inanar. Dünyada etdiyi əməllərə görə bir gün hesabat verəcəyinə inanar. Tutaq ki, sən güclüsən. Gücü olanda insan zəifi, dünyaya təzə göz açan günahsız uşaqları öldürər. Belə daş qəlbli insan sabah Allaha nə cavab verəcək? Və ya hansısa ölkə nə iş görürsə, sənin nə işin var, nə səbəbə günahsız insanları qətlə yetirirsiniz? Sabah bütün bu əməllərinizin hesabatını qiyamətdə
verməli olacaqsınız. Güya İran uranı zənginləşdirir və ya nüvə silahları hazırlayır, ballistik raketlər düzəldir. Kim nə iş görür? Sənin nə işin var? Kim nə edir? Özünə edir. Sənə ki dəymir. İran İslam ölkəsidir. İslamı qəbul edən insan heç vaxt müharibəyə birinci başlamaz. Belə ki, əksinə həmişə vəhdət, birlik, mehribançılıq yaratmağa çalışar. İslamın dini qanunlarından biri də budur ki, qarşı tərəfdən əgər ona xəsarət, ziyan dəyməsə, İslamı qəbul edən insan ona ziyan vurmaz. Yəni, İslam ölkəsi onu vurmaz. Tarixə nəzər edin, Peyğəmbərimizin zamanında və ya Əli əleyhissalamın zamanında bütün müharibələrdə müharibəyə başlayan ən əvvəl düşmən ləşkəri olub. İki ləşkər arasına hər iki tərəfdən meydana çıxan pəhlivanlar və ya döyüşçülər də olanda əvvəl qılınc vurmaq növbəsini düşmənə veriblər. Demək istəyirəm ki, İslam ölkəsində milyonlarla nüvə silahları da olsa, düşmən tərəf İslam ordusuna toxunmasa, İslam ordusundan qarşı tərəfə ziyan dəyməz. Deməli, Səyyid Əli Xamenei ağa da hansı silahı icad edib düzəldirsə, o silahı düzəltməkdə məqsədi özünü və xalqını qorumaq üçündür. El arasında bir məsəl var. Necə deyərlər, qardaş, dəymə mənə, dəyməyim sənə misali kimi. Bu dediklərimin tarixdə dəlilləri də var. Mən tarixi danışanda, yəni Peyğəmbərimizin və imamların həyatlarından danışanda bəzən bəzi nadan insanlar olub ki, mənim imamların, əhl-i beytin həyatlarını danışmağıma görə mənə deyiblər ki, bu nağıllar nədir danışırsan? Amma bilmir ki, bu olan hadisələrdir. Bunlar nağıl deyil. Biz onların davranışlarından ibrət götürüb, onların atdıqları addımlar kimi addım atmağa çalışırıq. Onların davranışlarından biz ibrət götürürük. Çünki onların getdikləri yollar ən düzgün yoldur və biz bu tarixdən həyatda yaşamağın qaydalarını öyrənirik. Məsələn, mən irəlidəki söhbətlərimin birində dedim ki, İslam qanunlarından biri də budur ki, qarşı tərəfdən nə qədər ki, sənə bir ziyan dəyməyibsə, sənin ona ziyan vurmağa haqqın yoxdur. Buna aid bir misal deyirəm. Mən qısa deyəcəyəm burada. Geniş surətdə bu hadisəni bilmək istəsəniz, mənim səhifəmə girib 932-ci söhbətimi dinləyin ki, bu məsələ sizə daha geniş, aydın olsun. Küfədə Cənab-ı Müslim Haninin evində qalırdı. Küfənin valisi Übeydullah İbn Ziyad idi. Fərman vermişdi ki, Müslimin yerini öyrənib mənə deyənə çoxlu hədiyyələr verəcəyəm. Bu məsələdən Hani də xəbərdar idi. Bir gün Cənab-ı Müslimə dedi ki, bu məlun axır sənin yerini öyrənəcək və səni öldürəcək. Gəl belə bir iş görək. İbn Ziyadın mən ilə dostluğu, salam kəlamı var. Mən özümü xəstəliyə vurum və onu öz evimə dəvət edim. Sən pərdə arxasında gizlən. İbn Ziyad evə gələndə ona pərdənin yanında oturmasına görə stulu düz sən dayanan yerin qarşısına qoyacağım. O da o stulda oturacaq. Mən öskürəndə sən onu pərdə arxasından vur. Onlar belə razılaşıb İbn Ziyad Haninin evinə gəldi və Cənab-ı Müslimin qarşısında stul üstə oturdu. Amma aralarında bir pərdə var idi. Hani ilə İbn Ziyad söhbətə başladılar.
Arada hani öskürürdü ki, Müslim İbn Ziyad'ı qətlə yetirsin. Lakin Müslim bunu etmədi. Belə ki, İbn Ziyad bir qədər haninin evində oturub, sonra da çıxıb getdi. İbn Ziyad getdikdən sonra hani Cənab-ı Müslimi danlayaraq dedi ki, sən niyə bu işi görmədin? O sənin əlinin içində idi, sən onu rahat qətlə yetirə bilərdin. Amma Cənab-ı Müslim dedi ki, mən onu əlbəttə qətlə yetirə bilərdim. Amma mənim yadıma İslamın bu qanunu düşdü ki, nə qədər ki, kimdənsə sənə bir ziyan dəyməyibsə, sənin ona ziyan ya bir sədəmə vurmağınız düzgün deyil. Odur ki, mən bu işi görmədim. Belə ki, Əli Əmrəl-Möminin əleyhissalam da həmişə öz ətrafında olan səhabələrinə deyərdi ki, bu İbn-i Mülcəm məni qətlə yetirəcək. Səhabələr də deyərdi ki, elə isə bəs nə üçün onu öldürmürsən? Əli Əmrəl-Mömin əleyhissalam da deyərdi ki, nə qədər ki, İslamda belə bir qanun var, qarşı tərəfdən, yəni bir adama ziyan dəyməyibsə, ona ziyan vurma, onu qətlə yetirmək, yəni düzgün deyil. Yəni demək istəyirəm ki, belə bir ayətullah, müctəhid olan şəxs heç vaxt heç bir ölkəyə qarşı öz silahlarını səbəbsiz işə salmaz. Gördüyünüz kimi bu müharibədə də ən birinci İsrail başladı və belə müharibələrin, dağıntıların olmasına səbəb oldular. Heç kəs buğda əkib arpa götürməyib və ya arpa əkib buğda götürməyib. Kim nə əksə onu da biçəcək. Fələstini nə günə qoydu? Allah Teala həmən anda insanı cəzalandırmır. Amma günahkarı bir müddətdən sonra, yəni Netanyahu kimi məlunları cəzalandırır. Necə ki, özünüz də gördünüz ki, İsraili necə Allah Teala cəzalandırdı. Bu söhbəti yəni etdim, inşallah Əli Əkbərin yəni söhbətinə başlasa, yarıda qalacaq. Burada söhbəti yəni tamamlayıram. İnşallah bu söhbətdən sonra Əli Əkbərin meydana getməsindən bugün sizə söhbət edəcəyəm Allahın köməkliyi ilə, Allahın izni ilə.